transformatörü qoyublar. Qoymağa xəttdir. Bir dənə tel gedir. Tel akşam birləşdi küləklə tel. Mündüş yıxıladığını yazıqala yana. Akşam çıxınca bunu yıkanan tok ayırdı. Tərcüməndir. O günlərdə bir uşaq demişdim, mən çıxartdım onu buradan. Ben xahiş şapkasına baxdım. O da tərcüməndir. Bu nəsibi nə olmuşdu? Şöbəyə mən çağırmışlar. Tokda istifadə eləməyə. Cəllabad rayon elektrik şəbəkəsinin fəaliyyətsizliyi son zamanlar Cəllabad rayon Söğütlü kənd sakinlərinin haqlı narazılığına səbəb olmuşdur. Motorun təhlükəsizliyi təmin edilmədiyinə görə onların qorxulu rəyasına çevrilmişdir. Xoş gördük əziz izləyicilər. Biz regional TV olaraq Cənab Prezidentimizin ictimai nəzarətini daha da gücləndirmək məqsədi ilə regionlarda hal-hazırda Cəllabad rayon Söğütlü kəndindəyik. Dinləyək görək, vətəndaşların şikayəti nə ilə bağlıdır? Buyurun, özünü təqdim edin. Şahverenov Qərib Sədrəddin oğlu Söğütlü kənd sakini. Bildirmək istəyirəm ki, biz müəyyən tələblərimizdən sonra... Gəlməlim, düz istəyirəm, şikayətiniz, əsas şikayətiniz nə ilə bağlıdır? Əsas şikayətimiz transmotor gətirib qoyublar buraya. Hal-hazırda bu transmotor 3 dənə də stulba bastırılıb gedir, 1 il ərzindədir, heç bir kəs istifadə edə bilmir. Məişət avadanlıqlarımız yanıb gedir, təsərrüfatımız batıb gedir. Bir də qalmışıq bu vəziyyətdə ki, Rafael müəllim özü bizə kömək eləsin ki, buna ancam çəkilsin, biz işıqla təmin olunur. Transmotor mən bildiyim kimi Söğütlü kəndinə gətirib qoyulub, lakin işlək vəziyyətdə heç kəsə verilmir. Bunun səbəbi nədir? Siz soruşmadınız. Biz də onu bilmirik ki, səbəbi nədir ki, bu transmotoru bizə burada göstərirlər, heç bir istifadə edə bilmirik, bunun səbəbi nədir, biz də bunu bilmirik. Transformator bir il bundan qabaq Lənkəranda regionalda şikayət elədi, gətirirlər qoydular. İndi bizə lazımdır ki, bunu davam eləməkdə, burada o 20 dənə evə işığı verib, 20 dənə evə baxır bu işıq. Buna stulba bastırsın, bizə işıq versin. Bizim kartuşkamı sonra bilmirəm. Kaladinik evdə işləmir, o da nətər yaşayacaq yerində. Demək transformator gətirib qoyublar, amma ki, heç kəsə verilmir, bu tarafa verilmir də 20-30 sənəyə ayrıb verirlər. Bir dənə transformatora 180-200 ailə qoşulub, 2-3 dənə də ferma qoşulub. Amma bu hal-hazırda boşdur. Qoşulub, bunu da bizim işığımız olmuyor, firmalar qoşulub bu işıqla. Bizim 100 neçə ev olar o? 180-dan çoxdur. 9 evdən tutmuş, hamısı olan ona qoşulub. Yəni bizim şikayətimiz bu, bizim bu işığı dəramidir Rafael müəllimdir. Rafael müəllimdən xahiş edirik ki, yəni onu bizi bura prezident təyin edib ki, bizə baxsın. Biz şikayətimiz o ki, gəlib stulba bastırsın, bizə buradan toku versin, ayırsın oradan, buradan versin. Yarıya kimdə stulba var, prosto qoşmurlar. Gətirib qoyublar, 20-30 evə çıxıb gedirlər. Baş edirəm ki, transformatörü qoyublar. Qoymağa xəttdir, bir dənə tel gedir. Tel akşam birləşdi küləklə tel, mündüş yıxıladığını yazıqala yana. Akşam çıxınca bunu yıkanan tok ayırdı. Açıq tok, bir dənə xətt tok gedən nə tok verim mənə. Hadi bana aile, motor su aramıyorum kart. Çıkan üstüne, zamanın üstüne kusam evladım valla. Gelsin bana bir kabul versin, tok çeksinler ya da bunu tok olmaz, ayrım tökədir yere. Buyurun özünüzü təqdim edin. Buraya sahib mağazalar var, soyup kəssəsini. Ben bununla böyle benim toklarım taşımandan yani bu təhlükə məndəyim. O günlərdə bir uşaq demişdim, mən çıxartdım onu buradan. Bunu xahiş edirəm, şapkasına baxdım. O da təhlükə məndəyim. Bu nəsibi nə olmuşdu? Şöbəyə mən çağırmışlar. Tokda istifadə eləməyə. Xahiş edirəm, tədbir görsünlər. Artıq orada xahiş edirəm. Uşaq gedir məktəbə. Ben sonra ona ata evindən çıxardım. Nə bir orada tok qurulub durulmuyor. Köhnə tokdur, məzun sınırdan tok gedir. Bu şəxsi vəsaitinə çəkilmiş toklardır. Gəlsinə görə çəksinlər. Mən də həyata girib çıxıram. Düşər mənim uşağım da aləmi. Hamla təsərrüfatla başlayır. Yəni Azər Işıq, Cəllabad regional Azər Işıq təhlükəsizliyin təmin eləməyib bu. Eləməyib, baxın görün də, bax da. Bu oyunları uşaq girmişdir, onlarla mən çıxartdım onu burada. Xahiş edirəm, düzələcək, xahiş edirəm. Söğütlü kənd sakinləri iddia edirlər ki, Cənub Regional Enerji Təchizatı və Satış İdarəsinə etdikləri şikayət nəticəsində onlar 165 kilovatlıq transformator əldə ediblər. Lakin həmin transformator 120-130 abonentə nəzərdə tutulduğu halda
cəmi 12-13 abonent həmin transformatordan istifadə edir. Bununla bağlı Cəlilabad elektrik şəbəkəsinin müdiri Rəfail Məmmədovla görüşüb, vətəndaşlarla birgə suallarımızı vermək istəsək də, Rəfail müəllim telefon vasitəsilə bizə bildirdi ki, Söğüdlü kəndində olan problemlərdən xəbərdardır. Bu yaxın günlərdə məsələ öz həllini tapacaqdır. Murad Göytəpəli, İlham Seyfiyev, Hidayət Ağayev, Regional TV Cəlilabad.